əmək haqqı cədvəli yayılıbdır. Görək bunlar nə qədər əmək haqqı alırlar. O 7650 manat maaş alır, bəs digər icra başçıları. Demək, əziz dostlar, Bakı şəhər icra hakimiyyəti başçısının maaşı 3060 manatdır. Amma 1609 nömrəli fərmana əsasən Eldar Əzizov vəzifə maaşının 1,5 misli həcmində əlavə alır. Yəni 7650 manat. Digər icra başçıları. Sumqayıt şəhər icra başçısı 5625 manat. Əhalisi 100 bindən çox olan rayonlar 4587 manat. Abşeron, Masallı, Şəmkir. Əhalisi 50-100 bin arasında olan rayonlar 4225 manat. Ucar, Lerik, Beyləqan və s. Əhalisi 50 minə kimi olan rayonlar isə 3837 manat. Xızı, Sədərək, Daşkəsən bu qədər əmək haqqı alırlar. İndi dostlar, əvvəlcə demək, Razi Nurullayevin bir videosu yayılıbdır dostlar. Bakı şəhərində verilən içməli su ilə bağlı. Bakı şəhərində içməli suyun təmiz olmaması ilə bağlı. Hörmətli rejissorumuz, o səsi efirdən verin. Hər gün içdiyi su necə göz ardı edilə bilər? Hansı ki, bura kanalizasiya sular axır. Və süjetdən də gördüyümüz kimi bəlli oldu ki, çirkab suları birbaşa Ceyranbatan su anbarına tökülür. Biz də o suyu hər gün içirik. Və əgər bu belə deyilsə, bununla bağlı niyə bir açıqlama olmadı? Başa düşürəm ki, bugün Bakı şəhərinin və Respublikanın müxtəlif ayrı şəhərlərinin su və kanalizasiya xətlərinin bərpası və yenidən qurulması ilə bağlı dövlət proqramı hazırlanıb, müxtəlif banklardan kreditlər də alınıb, işlər aparılır. Amma elə məsələlər var ki, o artıq aidiyyatı qurumun, elə məsələn Su Ehtiyatları Agentliyinin birbaşa həyəcan siqnalı çaldığı və bir ofisini də Ceyranbatan su anbarının yanında qurması anlamına gəlməlidir ki, çünki bu su anbarı 4 milyon az qala çatan əhalini su ilə təmin edir. Ölkəmizdə ciddi xəstəliklərin və pandemiyaların yaranmasına gətirib çıxara bilər. İnsanın ağlı almaz ki, hələ də ora çirkab suları axır və bununla bağlı heç bir işdə görülmür. Bu qəbul edilməzdir. Dövlətimizin pulu da var. Mən düşünürəm ki, aidiyyatı qurumun da cavab verim. Nə deyim? Su Ehtiyatları Agentliyinin rəhbərliyində gözəl münasibətlərimiz var, işgüzar münasibətlərimiz var. Bütün bunlar öz yerində, amma həqiqətləri də demək lazımdır ki, məsələ kifayət qədər ciddidir. Məsələ ciddi olmaqla bərabər həm də cəmiyyətimiz, dövlətimiz, insanlarımızın sağlamlığı üçün təhlükəlidir. Və əziz dostlar, su ilə bağlı, içməli su ilə bağlı bu deputatın fikirləri. İndi bundan sonra da demək, Aqil Abbasın bir açıqlamasını diqqətə çatdıracaq. Əlbəttə, müəllimlərlə bağlı deyil. Bəli, içməli suyun verilməsi ilə bağlı, çirkli suların verilməsi ilə bağlı sosial şəbəkələrdə bəzən müzakirələr olur. Ceyranbatan su anbarını göstərirlər, çirkli sular axıdır və həmin o sudan Bakı şəhəri içməli su ilə təmin olunur və bu barədə deputatın təbrizə desək, rəsmi qurumlar insanları məlumatlandırmır ki, bu xəbər doğrudur və yaxud da ki, bu xəbər yalandır. Hər halda bir açıqlama olmalıdır. Təəssüflər olsun ki, açıqlama olmur. Digər bir mövzu, dostlar, yazın.
və sizə sual verirəm. Sizə verilən Bakı şəhərində, rayonlarda içməli suyun keyfiyyəti sizi qane edir, yoxsa yox? Yazın dostlar. Və Aqil Abbasın bir videosu yayılıb müəllimlərlə bağlı. Dostlar, bilirsiniz ki, bu mövzu ilə bağlı biz mütəmadi danışırıq. Müəllimlərə baxış yaxşı deyil və onların həm əmək haqqısı aşağıdır, həm çox sıxışdırılır, çox gözdən salınır, çox linc olunur. Hər halda deputatın fikrinə qulaq asaq, sonra başlayarıq fikirlərimizi bildirməyə. Düşmüşüz. Müəllimlər, mən demişəm, yenə deyirəm, bu maaşla bizim erköyün balalara dərs deyən müəllimlər hamısı milli qəhrəmanlardır. Amma burada da məclisdə də nə qədər müəllim var. Bu müəllimləri bir topadır, bir yaxınlarda bir müəllim, bir uşağı, bir şapalaq. Müəllim, 30 ilin müəllimi məktəbdən qovurlar, müəllimlikdən xaric edirlər. Mən şiddətə qarşıyam, təbii ki olmaz. Amma buna xəbərdarlıq olardı, töhmət olardı. Amma aləni törəz qoy, məktəbdən qov, müəllimlikdən qov, 30 ilin müəllimi. Belə şey olur. İndi tələbə müəllimin başına çıxır. Tələbənin əlindəki şagird də, yəni tələbə. Şagirdin əlindəki deyək, telefon müəllimin 4-5 aylıq maaşıdır. Müəllimin əlində bir nimdaş qəstimdən gəlir. Buna hörmət edeyim, mən xahiş edirəm. Təhsil naziri, o müəllimi qaytarın. Belə şey olmaz. Müəllimlər linc olunur. Həm cəmiyyət tərəfindən, həm də Təhsil Nazirliyi tərəfindən. Vallahi belə getsə, daha müəllim qalmayacaq. Yəni görürsünüz ki, müəllimlər qalmayıb. Yəni söhbət kişi müəllimlərdən gedir. Ona görə də qadınlar daha çoxdur orta məktəblərdə və qadınların verdiyi təhsillə kişilərin verdiyi təhsillərdə fərq çoxdur. Biz həmişə danışırıq bu mövzuda. Təhsil eksperti Şəmsi Qoca bizim efirdə mütəmadi bu mövzu ilə bağlı danışır. Amma hələ ki, əziz dostlar, cəmiyyətin gözlədiyi müsbət dəyişikliklər yoxdur. İndi dostlar, siz yazın, sual verirəm sizə. Cəmiyyətin müəllimlərə münasibəti sizi qane edirmi? Yəni, cəmiyyətdə müəllimlər necə qiymətləndirilir? Necə dəyərləndirilir? Dəyər yoxdursa günah kimdədir? Müəllimlərdədir, yoxsa cəmiyyətdə? Yoxsa Təhsil Nazirinin apardığı siyasətdir? Yazın, dostlar. Amma reallıq budur ki, baxın, yazırlar indi ki, Elçin Quliyev xeyir, Rüfət Bəylərov xeyir. Yəni, cəmiyyətdə müəllimlərin dəyəri yoxdur. Düzmü? Niyə yoxdur? Bəs bu arada da yazağım. Sonra, hörmətli izləyicilər, yazın. Elçin Quliyev yazır ki, bu millətin bu hala düşməsində elə o müəllimlərdir günahkar. Niyə? Səbəb və ən aşağı səviyyədə müəllimlərə baxış. Təhsillə bağlıdır, yoxsa seçkilərdən bağlı nəzərdə tutursunuz, dostlar? Niyə müəllimlərdə taksir var? Niyə? Yəni, təqsirkar müəllimlərdir deyənlər də var. Səbəblər maraqlıdır, dostlar. Qadir Hüseyin Yavuz hörmətli Aqil müəllim, qoca nənələrimiz demiş, lərgəni suya vermişsiniz, deyərdim.
Məzahirin sifətində hər şey yazdı. Məzahir Pənahovla da bağlı bir yeni xəbər var dostlar. Xəbər nə ilə bağlıdır? Məzahir Pənahov məntəqə seçki komissiyası üzvlərinin maaşını vermir. 400.000 manatın taleyi müəmmalıdır. Və bilirsiniz ki, Pənahovun oğlu ilə, gəlini ilə bağlı müzakirələr açılmışdı. Amma indi bir xəbər yayılıb ki, 673 seçki məntəqəsinin pulunu mənimsədiyi bildirilir. 400.000 manat puldan gedir söhbət. 84 saylı Füzuli seçki dairəsi üzrə 78 məntəqə, 85 saylı Füzuli Ağcabədi seçki dairəsi üzrə 20 məntəqə, 100 saylı Göygöl Daşkəsər Kəlbəcər seçki dairəsi üzrə 5 məntəqə, Ağdam, Xocalı, Cəbrayıl, Qubadlı, və 4000 nəfərin əmək haqqı verilməyib. Məzahir Pənahovla bağlı 400.000 manatlıq iddia. Günün səsi info belə bir xəbər yayıb. Əziz dostlar, Səyyad Aramla bağlı bu yaxınlarda izlədiniz ki, bəs 5.000 manat əmək haqqı alır və bununla dolana bilmir, maşın alır.